Arvad, ver pultu bura. Bugün Real'la Barcelona oynayır. Mən futbola baxıram. Nə danışırsan? Bugün mənim serialımın ən maraqlı hissəsidir. Mən seriala baxmalıyam. Arvad, başa düş. Bugün finaldır. Mən futbola baxmalıyam. Bugün Julio ile Conchita evlənməlidir. Mən seriala baxmalıyam. Salam hörmətli futbol həvəskarları. Bugün Nou Camp stadionunda Real'la Barcelona Sevişəcəklər. Onlar mütləq sevişəcəklər, Conchita. Gonzales, bəs uşağın atası kimdir? Beynəlxalq dərəcəli hakim Pierluigi Collina. Və budur Lionel Messi hücuma keçir, vurmaq istəyir, amma Xavi Alonso onu yıxır. Əclaf, alçaq. Sən bilmirsən ki, o Dom Pedro'nun oğludur. Ah, nə oldu sənə, Juanita? Ah, sancılarım başladı. Mən doğuram. Və budur həkimlər onun köməyinə gəlir. Hələlik isə Barcelona'nın məşqçisi Henri'ni yanına çağırır və ona nəsə deyir. Bura bax, küçək adını. De görüm uşağın atası kimdir? Ronaldo yoxsa Kaka? Kaka yoxsa Ronaldo? Görəsən cərmə zərbəsini kim vuracaq? Mənim üçün fərqi yoxdur. Ay ifritə, axı sən onun nəyinə vurulmusan? 11 metrəlik cərmə zərbəsi təyin olunur. Topa Xavi yaxınlaşır. Yaxınlaşma mənə, qışqıracam, polis çağıracam. Aa, sən nə edirsən? Əllə oyun. Raul əllə oynadı. Hakim ona qırmızı. Alt paltarı sənə çox yaraşır, əzizim. Luigi, sən məni artıq 1 saatdır ki öpürsən, bəs deyil. Hakim 4 dəqiqə də əlavə edir. Xavi topu verir Iniesta'ya, Iniesta qaytarır. Axı sənə dedim bu qədər içmə. Yadındadır dünən mənə dediyin sözlər? Yox, Yadındadır dünənki öpüşməyimiz? yox, Yadındadır dünənki sevişməyimiz? yox. Onda gəlin bu anın təkrarına bir də baxaq. Bəli, bu gol idi. Qolumu bırax. Buraxmayacam. Sən mənə deyəcəksən uşağın atası kimdir? Deyəcəm. Nə vaxt? Düz 2 həftədən sonra Santiago Bernabéu stadionunda. Sağ olun, gələn görüşlərə dək.